Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Mənşət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövlü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdu, kənd havası təmiz insanlara xoşdu. Kənd havası gülər sadə adamlar, balam kənd havası sizi hörmətlə salamlar. Bu qaynanam da dəhşət adam deyir. Mən sənin kürəkənnəm, kürəkənim. Cibimə pul basırsan, düzəməlli pul bas da. Bu nədir? 200 manat. Utanmır dayı, deyir ki, kəramət, pulum az deyir. Dubayda gəzib xərcləmişəm. Mənim pulumu Dubayda xərcləməyi az deyil. Hələ bir danışmağa dili də var. Partlayır amma ki. Gecə Salman gün həyatından hoppanan kimdir? Baya bu qoşqardır. Qoşqar niyə hasardan hoppanır? Maraqlıdır. Deyəsən bu, Salmanın qızı ilə bir-birlərindən xoşu gəlir. Gecə görüşə gəlir. Ay səni xətəkar. Amma görsən qoşqara deyəcəm ki, evlənmə. Subaylıq sultanlıqdır, evlənmişəm də, əlim bala batır. Buna bax, necə qaçır sevindiyindən, evlənəndən sonra bundan da bəş qaçacaqsan. Gedim ev arvada mən nə deyim? Deyim, anam bu qədər pul verdi mənə. Ana! Ata! Yaxşı olacaktır bax. Gəl də bunlara indi atos ver ki, hardan gəlirəm, nağarıram, neyinirəm. Biləm də o dəqiqə sorğu suala tutacaqlar məni. Gec olmamış qoşu, sən də gec uzan yat. Gəmər. Gəldin, aldın bütün dediklərimi. Aldım, aldım. Nə yaxşı gəlmişsən nənəmgilin əyitinə. Limon dərməyə gəldim. Buna bax, iyinə bax, qasım, buna bax. Aycan, əsl o limondur ya, bax Gəmər. Bax, bu evdə böyümüşük biz hamımız. Balaca uşaqlar idik. Nənəm çıxardı oradan, pencərdən çağırardı. Ay Qasım, gəl bala çörəyi. Buna baxayım. Elə bu limon da nənəmin əkdiyi limondur. Allah rəhmət eləsin. Deyirəm Qəmər, yol gələ fikirləşirəm. Deyirəm ki, bizim həyətimizdə toyuq var, cücə var, hündüşqa var, qaz var. Sən niyə mənə gedib mağaza yumurtası aldırırsan? Qonşu Fərdə yoxdurmu? Onun qardaşlığı gəlmişdi şəhərdən. Dedilər yumurta istəyirik. Mən də nə qədər yumurta vardı, hamısını yığdım, 10 qəpikdən verdim, apardılar. Neçə verdin? 10 qəpik. Ay Qəmər, 10 köpüyə yumurta olar. Danışmışıq ki, bunu ən azı 20-25 köpükdən aşağı satmayaq da. Toyuq o boyda əziyyət çəkir. Toyuq adamı çəkib bıraqa deməz ki, mənim hörmətimi niyə belə uzuz eləyirsən, məni niyə belə dəyərsizləşdirirsən? Nə bilim, ay Qasım, mənim elə əvvəldən almaqdan, satmaqdan başım çıxmır. Nə bilim? Sən niyə gec gəldin ki? Şu xəbərin yoxdur sənlik, kənd dəyib bir-birinə. Niyə? Canım üçün, Salman yoxdur qonşu. Onun əyitinə oğru deyil. Evdən qırı qızılını, pulunu hamısını yığıb aparıblar. Canım üçün. Salmanı belə dindirəndə oturub ağlayır ki, heç nəyim yoxdur. Tayvəlki dolanışığım yoxdur. Heç nə, bir qara qəpiyimiz yoxdur. Nə oldu, o qədər şey evindən nətər çıxdı? Belədir də Qəmər, belədir. Allah ölənlərə rəhmət etsin. Rəhmətli atam həmişə deyərdi ki, varlı 40 ilə kasıblanır. Kasıb da 40 ilə varlanır. Onların elə nəyi düşün var? Onlar elə çox yiyəcəklər. Hey. Onda biz gecişirik də, Qasım? Gör neçə ildir biz hələ varlanmamışıq. Neyinirəm varlanmağı? Mənim yoldaşımın canı sağdırsa, uşağımın canı sağdırsa, mən elə özüm sağlamamsa, mən elə varlıyam.
Canımsın. Qadan alaram. Gedəsə təzə limondan çay verəcəm. Yan birində mən dərim Hegemər. İrisin də, xırdalara dəymə. Sevirəm baba limonu. Aycan. İyinə bax Hegemər. Çox qəşəng. Təmiz. Allah səni rəhmət eləsin ay nənə. Gət bala, gət. Sən açıq istəyirsən mənə? Açıq istəyirsən. Hə. Bala açıq itələmi, da bu qədər açıq yox da. Eybi yox. Tünd eləyəm deyirsən tünd olmaz. Açıq eləyəm deyirsən. Yaxşı, qoy elə. Gələ, Rosko. Bu sənin, bu Anovun, bu da mənim. Nuş olsun, ye. Mam harda qaldı iş? Ala bax, Qasım. Ayca. O gün televizorda gördün ha, dedin nə qəşəng səhər yeməyi hazırlayıblar. Bir gün bizim üçün də belə hazırlayarsan. Bax, səhər yeməyi hazırlamışam. Hər bir şeyimiz var. Roskol saskalarından da qızartmışam, üstünə yumurta Əladır. qoymuşam. Qabı ver. Gələ. Qabı ver, çəkim. Gələ, Gəmər. Sən də ye bala, ye. Bir sən nə deyirəm, ay qoşdan. Bax, həmişə deyiblər ki, gərək süfrədən o momentdə qalxasan ki, gözün qalsın süfrədə. Tam doymayasan da, sən nə olub? Çox gözəl sözdür həqiqətən, amma mənim gözüm həmişə bu süfrədə qalır da. Yaxşı, ye. İmkan verməzlər ha. Bir dəfə imkan verməzlər ki, rahat oturub çörəyimizi yeyək. Hamı Qasımı çağırır. Qasım, bu kəndin nə dərdi varsa Qasım həll eləməlidir. Bildim də kimi çağırmadılar. Evin kişisini çağırarlar da. Bildik dana, özləri öz evlərinin kişisi deyirlər, həll eləsinlər də məsələləri. İyi bala, sən də nuş elə. Mən gələm, görüm nə deyir. Dədə, bir dənə də şeyi tam dəqiqləşdir. Ola bilərsən, gec gələ bilərsən. Hər ehtimala qarşı sənin payını saxlayım yoxsa yox? Yox bala, saxlama. Bunu da ye. Ona yeyim elə. Bunların hamısını ye. Yox. Yiyəcəm onu. Kimdir? Gəldim. Salam aleyküm, Salman. Salam, necəsən, nətərsən, nə var, nə yox? Sağ ol Qasım şey. Qapıdan öşdürmüsən, gəl gir içəri də. Yox. Salman, belə qonşulardan eşitdim, elə gəlib səni dəyəcəkdim. Eşitdim, evə oğurluğa giriblər. Mənə bax, nə qədər aparıblar, kimi aparıb? Bilmirsən kimlərdəndir, nəçidir? Qasım kişi, sənin böyük hörmətimiz var. Xeyrimizdə, şərimizdə ağsaqqal kimi iştirak edirsən. Sağ ol Salman, çox sağ ol. Kəndə asfalt çəkiləndə də yadındadırsa. Asfalt pulunu sən dediyin sonra verdim. Sağ ol, ay Salman, bir dənə gözə. Mənim qardaşım, mənim yubileyim deyil ki, mikrofon götürüb əlimə mənim haqqımda sağlıq deyəsən. Sözün canın diləndə. Qasım kişi, oğlun qoşqarı bizim çəpərdən tullanıb qaçanda görüblər. Yox, bir dəqiqə dayan, ay Salman. Biz qonşuyuq, biz yaxın dostuq. Əvvəl dəqiqləşdir, sonra dinən. Qardaş, bu, mən elə uşaq böyüdməmişəm. Kimisə evinə girib, halal qazandığı malı mülkü götürüb apara, ona haramlıq qata. O uşaq elə uşaq deyil. İnanmırsan Qasım kişi, gedək özü etsinlər. Üzmə etsinlər. Gizməyinə gedək, Salman, problem yoxdur. Amma elə bilirəm ki, mən özüm bu dəqiqə özümü ölmə aparıram, ölmə gedirəm. Amma gəl gedək. Gəl gedək. Mən inanmıram, qoşqar elə şey eləyəm. Sən kim deyib onu? Qonşulardan deyiblər. Kəramət! Ay Kəramət! Ay Kəramət! Salma! Gəldim! Gəlirəm. Sizin sabahınız xeyir kişilər. Gəlin, keçək içəri. Salam Kəramət. Bir stəkan çay içək. Yox, Kəramət, çox sağ ol. Çaydansa sən mənə bir stəkan zəhər ver. Bu sözləri eşitmək mən üçün ölüb yerə girməyə bərabərdir. Danış da, qardaş, nətər olub, necə olub? Nə görmüsən, danış. Danış. Deməli, dünənləri qaynanamgilin evindən çıxıb, xırda kəndə doğru yol aldım. Hava da biraz qaranlıq idi, əynim nazik idi. Dedim, pencəyin yaxasını bağlayın, sonra soyuq olar. Ay kişi, bir dəqiqə deyəm də, sənin qaynanınla bizim evimin arasında yarım saatlıq vaxt var. Gələ hamısını danışasan bu qapıdan o qapıya kimi, elə bir toy kasetidir. Oğlun evindən çıxıb, restoranın çıxışına qədər hamısını danışacaq bitdə. Əsas yerə dinən. Salmangilin evinə çatar-çatmaz gördüm ki, qoşqar onların həyətindən təngi nəfəs. Hasar vasitəsilə çölə hoppanıb, üzü bu istiqamətə doğru addımlayırdı. Kəramət, addımlayırdı yoxsa qaçırdı?
iri və sürətli addımlarla irəliləyirdi. Bir dəqiqə dayan. Addımlayırdı da demək olar, qaçırdı da. Bir dəqiqə dayan, rəhmətliyin balası elə danışır, elə bir məhkəmədə izahat verir. Normal danış gör, nə deyirsən də? Nətər olub, harda olub, kimlə olub, bəlkə o da öyləymiş. Qardaş gördüyümü dedim də, Qoşqar idi. Başqa kim olacaq ki? Qoşqarı tanımıram bəyənməyəm. Qasım kişi, indi buna nə deyirsən? Heç bilirəm ki, nə deyim, nə danışım. Bir valideyn üçün övladının belə cinayət hadisəsi törətməyi ilə ölüb yerə girməyə bərabərdir. Ölümə bərabərdir mən üçün. Qasım kişi, itən əşyaları bilirsən. Sənin hörmətimdən oğlun Qoşqarı polisə vermirəm. İtən əşyaları tap gətir qoy yerinə. Oğlun Qoşqara da deyinən ki, bir də gözümə görünməsin. Ay Salman, ay qardaş, inan ki, özüm bir dəqiqə bilmirəm, neyniyim, nətər eləyim. Neyniyəcəksən? Gəl gedək bir tas nərd ataq, hər şey düzələr. Rəhmətliyin balası, nərd vaxtıdır? Dəsmal deyirsən. Təzə asmışam, götür. Dədəmdir? Dədən gəldi. Dədə, mən gördüm gəlmədin, sənin payını da özüm yedim. Nağarsın? Mən də gedib fəxrlə orada-burada danışıram ki, oğul böyüdürəm, oğul böyüdürəm. Sən demə, mən oğul yox, şərəfsiz böyüdürmüşəm bu evdə. O nə sözdür mənim uşağıma deyirsən? Uşağı niyə vurursan? Kimə həsəbsən, gedirsin ondan çıxdana? Qadan alanım mən sənin. Qoşqar, sən anadan olanda, bala, mən sənə rəhmətli atamın adını qoydum ki, atam dünyasını dəyişəndə onun adını sən yaşadasan. Sən onun adını təqdim eləyəsən. Tüfürüm, sənin kimi oğula da, sənə də. Böyütdüyün oğul bax budur. Özümü güclə sıxıram bu dəqiqə. Bilmədən, bilmirəm nə baş verir. Heç də aydınlaşdırmadan gəlib mən yaşa bala vursa anamın yanında. Qoşqar. Mənim 30 yaşım var ya adam. Yeşək kişisən. Göz görə görə atıma yalan danışırsan. Səni Salman günü həyətindən düşəndə görüblər. Oğulçu. Nə danışırsan Qasım? Mən bilirəm nə danışıram. Ebi yox. Canın sağ olsun. Qürrət olsun bir də bu həyətə gəlməsin o. Nə danışırsan? Ki, sən də gəl düşünə məşğul ol. Qoşu! Ay qoşu! Gəlin bəri. Gəlin çıxın söylə, gedin. Otdan yiyin, qurtdan yiyin, çıxın bayra. Gəlin, tip. Çıxın bayra. Da yüz Qoşqar kimi gedib onun həyətindən oğurluq eləməyin, çıxın bayra. Qoşqar məni rusva elədi də bu kətdə. Soxdu mənim papağımı yerə. Yavur oldum cəmaatın içində. Çıxın söylə kişi. Tip. Tip. Çıxın. Çıxın söylə. Qasım. Ay Qasım. İştirsən. Qoşu ilə danışdım. Uşaq da andaman eləyir. Deyir, mənlikdir də. Bu Salman yoxdur. Salmanın oğlumuna deyib ki, mən gecələr bu kətdə işıq yanmır, həyətdə qaranlıqda qorxmuram. Bu da onun acığına deyib ki, gələcəm onu qorxutacam. Hasardan atlanıb ki, qorxutsun, baxıb görüb uşaq yoxdur. Təzdən atlanıb qayıdıb bu yana. Bax Qasım, həqiqət budur. Qəmər, mən bu dünyada bir həqiqət bilirəm. Uşaq mənimdirsə, onun günahlarına mən cavab deyəm. Neynəmək lazımdır? Şimdi neynəmək lazımdır? Gedək hazırlaş, yığışaq çək gedək şəhərə, ondan bundan 5-dən 3-dən borc alaq, qətə cəmaatın pulunu verək də. Neynəmək lazımdır? Biz niyə veririk? Getsin nə bilir eləsin. Ki, kim versin, biz verməliyik də. Bir də Qəmər, indi onun elədiyi hərəkəti bir dənə bizim kənd bilir, hələ ki, onun qonşu bilir. Əgər onu polislər bilsə, televiziya gəlib çəksə, biz rüsvay cahan olarıq, yabır olarıq. Mən yaşaya bilmərəm bu kətdə. Ged hazıra çıxaq gedək, yeri. Başqa... Siz də yuyun, dəndən məndən, oğurluq eləməyin Qoşqar kimi, qoşu inəyətindən.
Nə oldu Qasım? Ala bildin? Utandım ey Qəmər. Canım üçün utandım deyim, yəni ki, vəziyyətimiz belədir. Soruşdu məndən, deyir, sözdə də oxşayırsan, nə olub? Dedim, heç nə, elə bir dənə çay içdim, çıxdım. Qasım, indi gedirik Bakıya. Getdin, hər qapıda da utanıb söz demir, belə bir stəkan çay içib çıxarsansa, gedək həyətə bir samavar çay qaynadım, oturaq çək. Pulumuz da qalsın cibimizdə. Yox, ay Qəmər, nə danışırsan? Bizə pul lazımdır. İndi Bakıya kimi özümü toparlayaram da. Gəl gedək. Gəl görək başımıza nə gəlir. Keç. Keç elə deyirsən ki, ay Qəmər, keçim nə deyim? Yol boyu fikirləşmirsən burasıdır. Keçim nə deyim? Adam xəzələt çəkir. Qasım, yol boyu sənə dəymədim. Öz-özünə danışdın, dinlənmədim ki, qoy danışasan, rahatlaşasan. Day, bura çatdın, sakitləş də. Nətər sakitləşim, ay Qəmər? Nətər, hasaddır. Qasım, elə təsəvvürlə ki, heç elə bir şey olmayıb. Fikirləşmə də, o şeyi fikirləşmə, yadıva salma, heç nə olmamış kimi gəlmirsən. İndi özümü alladın. Özümə xəyanət eləyib. Dədə, gəl, belə də deyirsən, gör getir, hara çıxır. Keş, day, keş. Yaxşı, mənə basma, otur burada. Mən girim tək danışıb çıxıram, otur. Gözlə burada. Gəlim də, mən də. Gözlə burada. Salam əleykum. Ay, əleykum salam. Salam əleykum, Talib müəllim, necəsiz? Sağ ol. Nətərsiz, nə var, nə yox? Əyləş, xoş gəldin. Qoy səninlə üzbəyüz əyləşim. Deməli, Talib müəllim, özüm Qəməri göndərdim uşaqların yanına ki, bu elə söhbətlər var ki, onu eşitməsin. Dedim, sənlə gəlim iki kişiyə dərdləşək. Qasım kişi, söz ki qaldı kişi kişiyə, deməli, dərd düşübdür o eşiyə. Tövsiyəmi verim sənə də, danış, saxlama sinədə. Demək, ay Talib müəllim, başıma belə iş gəlib, qonşunun evindən oğurluq eləyiblər. Qasım kişi, qonşu, ev, oğurluq, sən nə məsələdir? Ay Talib müəllim, o söz var, deyir, içim özümü yandırır, çölüm özgəni. İndi bax, mən həmən vəziyyətdəyim. Qasım kişi, səni mən birinci dəfə belə görürəm. Elə bil ürəyin sözlə doludur, amma deyənmirsən, nitqin quruyub. Düzdür, qardaş, düzdür. Ürəyimdə o qədər deyiləsi sözlərim var, o qədər deyiləsi kəlməm var. Amma mənim kimi adam heç bir çəkisi olan sözü dilimə gətirib deyə bilmirəm. Hamıya nəsiyyət verdiyim halda öz oğlum sən demə yadımdan çıxıb. Əlqərəz, Talib müəllim, bu oğurluqda Qoşqarın adı hallanır. Qasım kişi, ola bilməz. Dəqiq araşdırmısınız, Qoşqar səhv eləyər, əyri yola düşməz. Ki, bildim, sən də Qoşqarın tərəfini elə saxlayırsan ki, deyirəm eləyib də. Qasım kişi, düzdür, ona tərbiyəni sən vermirsən, övladı da sən tanıyırsan. Amma məndən olsa, onunla danışıb demək lazımdır ki, oğul, düzdür, səhv etmirsən, səhvinlə, düzünlə yanındayam. Amma bir də belə səhv etmə. Belə olduğu halda uşaq da özünü arxalı, güvəndə hiss edər. Bildim, ay Talib müəllim, bax, danışırsınız, sizi dinləyirəm. Mən özüm də çaşıb qalmışam, bu Qoşqar niyə bir eləsin? İndi səndən bir dənə xahişim var. O evdən çoxlu pul gedib. Varınsa mənə bir 3000, laf varınsa bir 5000, canım üçün ölüm də olsa bir aya işləyib qaytaracam. Qasım kişi, ölüm məsələsinə gəlincə, dostumun mənə darda olanda deyən sözü sənə deyəcəm. İşdir, mən ölsəm, haqq sənə halaldır, narahat olma. Pula görə də problem deyil. Mən deyərəm, mühasibətdən verərlər, sən də sıxılma. Yavaş-yavaş, xırda-xırda bir il ərzində qaytararsan. Başqa sözün? Sən sağ olun, çox sağ ol, çox sağ ol. Sən o qədər mənə bu dəqiqə yaxşılıq eləmiş oldun ki, sağ ol sözü onun yanında azdır. Çox sağ ol Talib müəllim. Təşəkkür edirəm. Hər zaman yaxşı insanların yanındayıq. Çox sağ ol. Çox sağ ol Talib müəllim. Yurdum yuvam, ayasız kəndimiz, Ayaqları cütdüydün ciddən. gözəl olur səndə yay qış bahar, gözəl olur səndə yay qış bahar. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni gözəl kəndimi. Salam böləşi, mənim əziz məlikəhlərim. Onu çaparsın.
Dedim yəqin yorulursunuz da, sizə bizon aldım ki, ağzınız dada gəlsin. Hərənizə bir dənə. Gəl götürün, gəl götürün, gəl götürün yorum. Qoşqar səndən çıxmayan iş. Nə əcəb əlvi civvə salıb bizə pul xərcləmirsən? Hə? Günayanla çıx. Yəqin öz pulu deyil. Ona görə belə rahat sağa sola xərcləyir ürəyinə. Gəlin gedək elə bilərlər ondan oturub duruq, gəlin. Ay oynayan yoxdur. Mən də gedim. Balam gel havası sizi hörmətle salamlar. Qasım, bax o bitişə yer qalıb, hamısını eləmirsən, bu bir dam, oranda belinə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Salam bölək, yorum yazsın. Yorulub, dədən yorulub ucabala. Dədəcən sənə nə almış? Nə? Nədir bu? Bizon. Birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sənin, Aha, ağda mənim. diyan. Baba, zirvələrə necə ucala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bax, qardaşlar Mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin Mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı Mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumuşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, Mebellər bəyəndi mi? Hə. Əzəmətin qızım bəyənmədi. Əsas Mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim. Nənə bax, o mənim qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özə hələ belə boyalar döyür, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar. Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyəti ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Gel havası sizi hörmətle salamlar. Sağ olsun Talih qardaş. Elə pul istəyən kimi verdi eləmi? Verməyinə verdiyi ay qəməri, inansan ki, o Talih müəllim o pulu mənə verəndə xəcalətdən öldüm yerə girdim. O mənimlə danışanda elə bilirdim yer aralanacaq, girəcəm yerə. Çox da nahaq. Niyə? Gör özün uşaq vaxtı az olub qonşunun bağından meyvəzat dərif qaçdığın nə olacaq? Almadır bu. 20.000 puldur ay qəmər, sən 20.000-dən zarafat edirsən. Bəlkə də sən anasan, övladın elədiyi səhv sənin gözündə görsənmir. Amma mən xəcalətdən ölüb yerə girirəm. Bundan sonra o mənim üzmə baxa bilməyəcək. Mən də kənd cəmaatım. Niyə?
Niyə? Laf da qəşəng baxarsan. Yazma gəlir Fərmanlı oğlu qonşuluqdan buzova uğradı. Kəndin içində elə dik-dik gəzirdi. Gözümüzün içində elə dik baxırdı ki, elə bir oğru biz idik, doğru oydu. Sən deyilə. Bir də mənə bax, mənim uşağım Şərə Xataya gəlib. Sən bəlkə inanırsan qoşunun elə iş gördüyünə. Mən inanmıram. Mənim uşağım, mənim tərbiyə verdiyim uşaq elə hərəkət eləməz. Sən danışır hələ yeyib. Ay qız, mən abırlı adamam, ismətli adamam. Heç bəlkə mən bu kətdə yaşamadım bundan sonra. Üstü açılacaq nə vaxtsa. Narahat olma. Sən inanma, eyb yoxdur. Deyirəm, bu qardaşlar mebellədir. Bir dəfə bir mebel almağa, bir dəst almağa, bir yataq almağa gəlmədi ya. Hər dəfə bir dərdlə, hər dəfə bir problemlə. Ki, problemlərdən mənim başım ayılır ki. Gəl girək içəri, gəl bəri. Bax, bunları belə səliqə ilə yığanda ürəyim açılır da mənim də. Bəh, buna bax. Əla. Xaloğlu, gəlmək olar. Hə, gəlmək olar nədir? Sən niyə icazə alırsan? Sən buranın qapısını təpi ilə açıb içəri girəsi adamsan, Salam əleykum. Əleykum. Gəl səni bir qucaqlayım, bağrıma basım. Səni görəndə körəlirəm, anam yadıma düşür. Buy, nə mənadır? Şimdi nə mənada olacaq, Anası mənim anamla bazı idi də. Oturun görək. Bildim. Nə xeyirdir? Xeyirdir mi? Xeyirdir, ay xaloğlu, üzüm qaradır sənin yanında. Bir problemim olub. Olmaya Qəmər bacı sənin bu yaşda ikinci telefonunu götürüb gəlir ki, səni danlayam. Yox, birinci telefondan yarmışam, ikincisini axtaracam. Telefon vaxtıdır, başqa şey deyil. Onda de də, ürəyimizi niyə partladırsan? Bir de görək nədir də bu? O uşaq da buradadır, bilmirəm, necə danışım, necə deyim. Sən ondan narahat olma. Qulaqlarını tut. Xaloğlu, bilmirəm, nə deyim, nədən başlayayım. Necə var, elə dedi də, xaloğlu deyirsən ağzında. Bizim bu uşaq yoxdur, Qoşqa. Bunun ağlı gedib başından. Mən bilmirəm ki, bu uşaq kimin tərbiyəsi ilə böyüyüb də. Mən ona alnımın təri ilə, əlimin qabarı ilə halal çörək qazanıb gətirib vermişəm. Qonşudan 20.000 pul oğurlayıb. Nə danışırsan? Canımsın. Dilin ağzın yansın, delən yalandır. Hamısı bunluqdur. Yox, ay Rəğbət qardaş, yox. Yox, elə deyil. Yarısını o birisi aparıb, yarısını bu. Bu aparıb da. Bir dəqiqə deyən, tutublar Qoşqara, tutsalar 6-7 il getdi. Yox, tutmayıblar. Hələ ki, tutmayıblar. Qonşu sağ olsun, biraz insaflı adamdır. Deyir ki, gətir pulumu qoy yerinə, polisə şikayət eləməyim. 20.000. 20.000. Mən indi 20.000 kənddə yaşaya, nətər tapım? Açığı gəlmişəm sənin yanıma ki, bəlkə mənim bir köməklik eləyəsən. 20.000 yox, amma 4-5 min köməklik eləyərəm. Buna bax, Mən də hər yerdə deyirdim ki, Qasımın bir oğlu var, saf, tərtəmiz oğul. Bir obyekt açmaq istəyirdim onu ora nəzarətçi qoyam. Soxdu papağımızı yerə. Bax, hala. Mənə bax, ona ağıl verməkdənsə, bir öz uşağınla məşğul olaydın da. Səhv deyirəm, deyən səhv deyirsən. Düz deyirsən. De də. Qoşqar soxdu mənim başımı yerə. Qoy bir dəqiqə deyən görüm, qoy bir dəqiqə üstümdə o qədər yoxdur, gözlə bir dəqiqə. Gör neyirsən xaloğlu, sən canım. Əlini çək qulağından da. Gördün uşağı, gördün Qoşqarı. Pulu istəyirsən, uşağımın xalqın yanında niyə alçaldırsan? Sən anasan, uşağımın pis cəhətlərini görməyə çalışmırsan. Amma mən ölürəm xəcalətdən. Qırmayın bir-birinizi də, olub da. Ala bunu qoy cüvvə, indi üstün başında düzəlt, bu boyda nəsillik də, qoy məğrəbə üstün başında düzəlt, ged uşağı qutar da. Heç nə, xaloğlu, çox sağ ol. Amma qaytaracam, narahat olma. Əlimə pul gəlsin, malım, heyvanım biraz balalasın, bunları qaytaracam. Sən narahat olma, əsas uşağın işi düzəlsin. Oldu xaloğlu, çox sağ ol. Özünüzdən müğayət ol, çox fikir eləmə, yaxşı olar. Yox, fikir eləmə, deməklə də öyle axı. Salam Salman. Salam Qasım kişi. Dedin, çıx çölə sənin işin var, çıxmışam. Olmadı ki, söz danışdıqda, yenə xahişə minnətə gəlmişsən. Yox, ay Salman, ayıb deyil. Yıxılan adama da baltanın birini sən vurursan. Biz kişi, adımızda kişi qoymuşuq. Eğer kişi söz veribsə, ona da əməl eləməlidir. Mənə bax, sənin evdən nə qədər pul getmişdi? 20.000. Gələ. İstəyirsən say, istəyirsən evdə say ya burada say. Mənim üçün fərqi yoxdur. 20.000 manatdır. Qaldı ki, itan əşyaların yoxdur. Onları da indi mənə biraz mövlət ver, 1 ay. Bitər onları hamısını alım, düzüm qoşum, gətirim, verim. Qasım kişi.
Bu başqa məsələ. Pulu da tapıb gətirmirsən. Çaşalı oğlun Qoşqar da sənin kimi kişi olardı. Ha, sağ ol. Çox sağ ol. İndi zamana biraz dəyişib. Hələ hər övlad da dədəsi kimi yaxşı oğlan olmur. Allah sənin atı rəhmət eləsin. Yaxşı kişiydi. Hə, nə olsun? Salam ayana. Nətərsən? Atama sözüm var üzə, həm də vacib. Salam ayata. Sən nətərsən? Bugün sənin yanında biraz baş aşağı danışacağım. Bugün sənin adını daşıyan, sənin adını qoyduğum Qoşqar oğlum sənin adıma yaraşacaq hərəkət eləmədi. Bilirəm, Aydın, sən 70 il bu kətdə yaşamısan. Həmişə sənə Qoşqar dayı düz deyir, deyərdilər. Həmişə bizim evimizə Qoşqar dayının evi deyirdilər. İndiyə kimi də bizim küçəyə Qoşqar dayının küçəsi deyirlər. Amma bu günləri sənin adını qoyduğum oğlum məni biabır elədi. Kənd içində, el-oba içində. Ata, sən yaxşı bir sözün vardı, o vaxtı tez-tez deyərdin. Deyirdin ki, kasıb olub o adı mərd saxlamaq, varlı olub o adı yerə çırpmaqdan daha yaxşıdır. Çırpdı bir gün adı bu yerə. Yo, başımı qaldırmayacağım, haydi da, yo. Ayıbdır, bizə yaraşmaz. Övlad ləşəsi çəkmək valideyn üçün ən böyük dərddir. Bugün mən bu kəndin gözü qarşısında biabır oldum. Bəlkə də mən bu dərdlə dələ bu kətdə öləcəm. Amma gəldim sənə danışam da, ay dədə. Dedim, kimə deyim? Başıma aşağı gəldim, belə başıma aşağı da gedim. Bilirəm, sən heç vaxtı mənə tək buraxmazdın. Qoşqar, böyüt, dolandır. Axırda da oğurluq eləyib, qonşunun evinə girib. Pul lazım idi, gəlib mənə deyərdi, anasına deyərdi. Ata, mənim pulum olmayanda həmişə sənə demişəm. Yadında da ata məktəbə gedəndə deyərdi, mənə pul ver, limonat alım, kojik alım. İndi pulum olmayanda heç deyəsi adamım da yoxdur. Amma onun var idi. Kimi oxşadı bilmirəm. Sağ ol ata, bəlkə səni darıxdırdım. Da neyinim, gəldim səndən dərdimi bölüşəm. Arıqma, yaxşı olar. Amma sağ ol. Qoşqar, heç gözləyərdin. Belə də, belə yaşayırlar ha. Ən pis də bilsən nədir? Özündən başqa təmiz olduğunu heç kimə sübut eləyəmirsən ki, mənim heç bir günahım yoxdur. Bütün el aləmin gözündən düşdüm mənə. El aləm nədir? Öz doğma ailəmin gözündən düşdüm. Bütün hörmətimi itirdim. Gündə qabağıma 5 dəfə yemək qoyan valideynlərim indi mənlə bir süfrə oturmurlar. Nəinki məndən özləri belə süfrə oturmadılar. Gəlində bu kətdə yaşa da.
20 dili rahat durandan elə bir gözümə rahat yuxu gələcək. Evdə sıxır məni. Çıxım biraz kənddə gəzim. Nə qədər ki, heç kim yoxdur. Heç kim məndən məzələnmir. Biraz eynim açılsın. Kurtkama da qoymuşam. Kərəbət yaxasadan opasını ya. Yəqin nətdə bulub. Ya bu da bir keyfdir. Hasardan niyə hoppanırsan sən? Hasardan hoppanırsan? Hasardan hoppanırsan? Canım üçün Qoşqar bu odur. Qoşqar, bu odur, ay Qoşqar. Lazım olan ben seni parça gibi kovacağım. Ama seni tutacağım ben dayan. Ha? Benim elimden kaçma olar ha. Ben kel sağıyam ya. Kel sağıyam ya. Değerli. Değerli. Şerefsiz. Senin ben. Sen. Kuşkara da. Taş görürse ki. Sen ha. Şerefsiz. Sana göre ben. Zamansız içine çıkamıyorum ha. Sana göre ben. Atamın yüzüne bakamıyorum. Ben seni öldürmek lazım değil. Sen duymak yok, öldürmek lazım seni. Bravo ha. Buna bak ha. Sen öl. İstem beni. Sen öl, sen öldüreceğim ben. Ha Qoşqar, bu da seninle şərikdir. Şərik nədir? Bir ağzını arif hara baxsan. Sizin evdən çara tutuşam ya. O pulu uğrayan bu diye. Ben adımı temizleyeceğim ya. Adımı temizleyeceğim. Ne olur? Ne olur? Qoşqar ne olur? Ay dedem var. Gene tuttular evim yıkıldı. Ay bala yığış da. Ay uşaq yığış da. Ay bala ki indi kimin evine girəndə tuturlar seni? Sen neylemek istiyorsun ay Qoşqar? Sen de. Sen neylemek Sen de bana inanmırsan öyle mi? Ay bu ne kadar? Bunu başa düştü bu yattı. Ha. Ben ailemizin adına yakılan ləkəni təmizləyirəm ata. Bu kimdi? Kerametin evinden çıkanda tuttum. O pulu uğrayan buydu, bu şerefsiz. Külbünün başına. Diyan Salman'ı çağırak. Salman! Salman! Oğrunu tutmuş yok Benim balam dövrinmiş. Gittim Salman'ın dalıyca. Salman! Qasım kişi. Geldim. Salam aleyküm. Salam aleyküm Qasım kişi. Gel gir içeride çöldən öşdürmüsən. Yox Qasım kişi. Heç üzüm gəlmirdi qapıda döyməyə. Polis iş araşdırıb, dünən tutduğunuz oğru bir gün qabaqda biliblər evdə yoxuq, bizim evə girib. Nə var nə yox yığışdırıb aparıb. Aha. Boş-boşuna Qoşqarın da haqqına girdim. Qasım kişi, gətirmişəm, pulları qaytarım. Salman, mən bəyəm böyüdüb boya başa çatdırdığım uşağımı tanımıram. Mən bilirdim, Qoşqar elə hərəkət eləməz. Qoşqar elə uşaq deyil, Qoşqar elə tərbiyə almayıb. İntası sübut eləyə bilmirdim, əlimizdə sübutumuz yox idi. Bu pul da heç mənim öz pulum da öyle. Bunu gedib hamısını qohumdan, qardaşdan borc almışam. Oo. Salman müəllim, xoş gəlmisiniz. Salam hoş. Salman əmi deyin. Salman, mən kasıb ailədə doğulmuşam. Mənim uşaqlığımdan bu yaşıma kimi nə bahalı geyimim olub, nə də ki, bahalı oyuncağım. Onun əvəzində hər şeydən baha mənim şərəfim, mənim layiqətim olub. O şeyi mən həyatı boyu eləməzdim. Üzürlü say Qoşqar. Nağarım? Üzürlü say Qoşqar. Üzürlü say. Sözə bax, üzürlü say. Üzürlü say ilə deyirsən ki, elə bir mənim ayağımı tatıramsan. Yaxşı, mən nə deyimsə, üzürlü düşmanın olsun.
bir şeyə qərar verməmişdən qabaq onu ətraflı dəqiqləşdirib maraqlanmaq lazımdır. Bir adamın adına ləkə yaxanda, sonradan məlum olanda ki, o insan təmizdir, onun adına yaxdığın ləkəni silmək çətin olur. Qəlbimi çox pis qırdın Salman. Və bir şey də yada saxla ki, qırıq stəkanda sonra su içmək olmur. Malından, mülkündən müğayət ol. Birdən yenə uğrayarlar, gələrsən üstümüzə. Bu arada üzürü düşmanın olsun. Sağ ol Qoşqar, sağ ol oğlum. Mən içərdəyəm. Hələ mən də içərdəyəm. Qoşqar, oğlum, mən bilirdim, Mən bilirdim sən o pulu uğurlamazsan. Mən səni tanımıram. O şapalağı da... Canın sağ olsun. Dədəmsən də, vurmarısan. Bağışla. Buna bax. Ala. Getir. Getir. Bunu da apar Nurəddinin dükanının borcunu ver. Oruçlu qalmayaq. Yaxşı. Yaxşı olacaq hər şey. Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Məişət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları.